Yəni günəşi normal şəkildə görmür. O səngərdə əylə-əylə gəzir ki, məhz belə də gəzməlidir. Onun beli də o vəziyyətdə olmalıdır. O bir dik qalsın, mənim torpağımda dik yeri. Bir ailə qurdum, ailə həyatı. Onu da baxsam geriyə ki, düzmü etmişəm, səhv mi etmişəm? Peşmançılığım var. Peşmançılıq eləmişəm ki, kaş mən ailə qurmazdım həmin ailə ilə. Nəyə görə? Çünki mənim qaynatam içki adətçidir. Yəni bildiyiniz içir, alkaş kimi bir şeydir. O 2 gündən bir hər gün içir. Məni çox pis söyüşlərlə, ağzı alınmayacaq sözə burada deyə bilmirəm. Çox pis söyüşlərlə məni söyür. Mənə ələ salır ki, sən yəsizsən, sistemə bağışlayın, sən bicənəksən, atan ananın bir gecəlik münasibətindən doğulmusan. Halbuki mən birazdan paylaşacağım onların toy şəkillərini, yəni mənim atamla şəkilləri, rəsmi nikahlarını. O məni ələ salır. Məni yoldaşım da, qaynatam da ələ salırlar ki, sənin atan, sənin ilk nəvələri də mənim iki övladım var, bayaq vurguladığım kimi. 1 yaş 11 ay qızım, 4 yaş oğlum. Gəlib görmür. Bircə dəfə də olsun atam gəlib nəvələrini görməyib. Heç vaxt gəlib mənim evimi, mənim qapımı, qaldığım ünvanı tanımır. Mən də xalqlarda yaşayıram, amma oranı o görməyib, tanımır. Mən dəfələn demişəm, ata, qaynatam məni içir, salır məni çölə, hal-hazırda mən çöldəyəm. Nə mənada? Dayım gilə sığınmışam. Dayım gün evində qalıram, o xaricdə yaşayır. Mən o xaricdə olduğum müddətdə ana nənəmlə orada qalıram. 2 övladım yanımda. Oranın şəraiti yoxdur. Mənim cehizlərim, geyimlərim hər biri qalıb mənim qaynatamın evində. Çox pis vəziyyətdəyik. Yəni bu bir dəfə olmayıb. Mən 5 ildə ailəliyəm, 6-cı ilə keçibdi. Mən dəfələrlə çölə salınmışam, dəfələrlə qaynatan tərəfindən pis təhqirlərə məruz qalmışam. Hətta yoldaşım özü onunla bacara bilmir, öz atasının qohumlarını, atasının əmsi oğluna, atasının qohumlarını çağırıb deyir ki, ay ata, belə olmaz, mənim ailəmdən əl çək. Mənə yaşatdıqlarını mən uşaqlarıma yaşatma. Yəni o özü də bunu bilir, onun qohumları da şahiddir buna. Yəni heç kim o insanla bacara bilmir. Onun yoldaşı da onun içki ailəçiliyindən xəstələndi, rəhmətə getdi. Bütün yoldaşımın xalaları, hər kəs deyir ki, o kişi bizim anam, bizim bacımızı o qədər bezdirdi ki, içib təhqir eləyib. Axırda arvad rəhmətə getdi.